Kitab sevərləri, müəllifləri və naşirləri birləşdirən 11-ci beynəlxalq kitab sərgisi hər bir oxucunun qəlbində unudulmaz iz buraxdı. Texno-insan, dünənin əfsanəsi, bugünün hadisəsi mövzusuna həsr olunan sərgidə müxtəlif formatda 250-dən çox tədbir keçirildi. Ziyarətçisinə hər addımda başqa bir mədəniyyətin, başqa bir dünyanın qapılarını açan regionun ən böyük kitab bayramında saysız-hesabsız fikirlər sətirlərdən aşaraq canlı dialoqa çevrildi. 11-ci dəfə keçirilən sərgidə ölkənin görkəmli yazıçılarının və elm adamlarının fikirləri, ideyaları gələcəyə yol açan körpülər qurdu. Fasiləsiz dalbadal hər il keçirilirsə, buna prestij gətirilir və inandırıcılıq gətirilir ki, gələn il daha yeniliklərlə müşahidə olunacaq və daha yaxşı olacaq. 11-cisi olmağı ona görə sevindiricidir və inşallah 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində də daha yeni, daha maraqlı müəlliflər xaricdən də bura qonaq gələcək. 7 gün ərzində Bakı Ekspo mərkəzində kitab sevərlərin, müəlliflərin, oxucuların, nəşriyyatların və ədəbiyyatı qəlbində daşıyan minlərlə insanın görüşdüyü unudulmaz bir hava yaşandı. Bəs stendlərdə vəziyyət necə oldu? Stendlərə maraqlar çox yaxşı idi. Əsasən valideynlər və şagirdlər əlavə dərs vəsaitləri üçün yaxınlaşırdılar bizə. Biz də sərgidə 100-dən çox kitablarımızla gəlmişdik, iştirak edirdik və Füyuzat jurnalı və İşıq Qadın jurnalında biz dərc eləyirik. Burada həm onlara abunə olanlar da oldu və alanlar da oldu. Biz onlardan hədiyyə də etdik insanlar üçün. Xüsusən məktəblərin, valideynlərin çox böyük marağını gördük. Ən çox satılan kitablar əsasən romanlar və nağıllar oldu. Xüsusən də biz bu sərgilərdə daha çox yerli ədəbiyyatına yanaşı xarici ədəbiyyata üstünlük verirdik. Amma hal-hazırda ən çox satılan kitablardan biri də məsələn Eva Zenalovun Səlimin Sehirli Plastilləri kitabı oldu. Sərgi çərçivəsində bütün kitablara demək olar ki 30%-dən 70%-ə qədər endirim tətbiq olunmuşdu. 900 adda kitab çeşidi ilə 10 minlərlə kitablar sərgilənmişdir. Və əsasən dünya klassikləri, motivasiya tipli kitablar daha çox, necə deyərlər, oxucuların diqqətində idi. Sərgi çərçivəsində onlarla tədbirlər keçirildi, həm oxucularla görüşlər, müəlliflərlə görüşlər oldu. Uşaq kitablarımızda daha çox tələbat var. Eyni zamanda tarixi mövzuda, dedektiv janrında və real hadisələrdən götürülmüş romanlarımız da var bizim ki, gənclərin ən çox tələbat olan kitablarımız onlar oldu. Yazarlarımız gəldi, 6-sı Abdülhamid kitabının yazarı, Hünkârım kitabının yazarı da gəlmişdi. Burada yalnız kitablar deyil, gələcəyə ümid, mədəniyyətə sevgi və bilik axtarışına maraq da paylaşıldı. Kitabları əlində tutan uşaqların təəccüb dolu gözləri, dərin düşüncələrə dalan oxucuların simaları, müəlliflərlə söhbət edən gənclərin həyəcanı bu sehirli məkanı yaşatdı. Sərgidə maşallah istənilən janrda kitablar tapmaq olar. Eyni zamanda müxtəlif kitab nəşriyyatlarının oxucular üçün müxtəlif rəqəmlərdə olan endirimlər təbii ki, çox gözəldir. Çeşiddə müxtəlifdir və biz bundan çox razıyıq. Bütün oxucular da tövsiyə edirik ki, növbəti gələn illərdə olduqca gəlib iştirak eləsinlər. Aldığım kitablar əsasən dedektivə üstünlük verdiyim üçün dedektiv kitablar xoşlayıram, oxuyuram və tövsiyə edirəm. Fürsət axtarırdım ki, dərslərdən vaxt ayırım gəlim və bugün burada dedektiv əsərlərlə tanış oldum. Eyni zamanda digər janrlarla da yeni tanış oldum. Uşaq janrı ilə bağlı olan kitabları aldım. Fəxri qonağı Qətər dövləti olan 11-ci beynəlxalq kitab sərgisinin son günündə də geniş salonlar insan səs-küyü və səmimi söhbətlərdən doluydu. Oxucular, müəlliflər və ziyarətçilərin iştirakı ilə bu böyük ədəbi hadisə unudulmaz anlarla yaddaşlara həkk olundu. Arzu Yusif, Elxan Axundov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.